Beləliklə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu maçı sizin üçün Qismət bəy çox şərh edəcək. Arsen Ağcabəyov var. Senin uzaqdan zərbəsi. Koxalski və qərar nədir? Bir qədər əvvəlki epizod. Burada az qalsın top qapıya daxil olacaqdı. Amma qapı xəttində topu tutur Mateusz Koxalski. Kadi yoxlayır uzaqdan və top qapıdan aralı keçir. Rüfət Abbasov. Rüfətdən ötürmə və gol! 14-cü dəqiqədə hesab açılır. Şamaxı 1, Qarabağ 0. Rüfət Abbasov topu qəbul etdi, ötürməsini etdi və Oruc Məmmədov cüzi toxunuşla topu qapıya göndərir. Cüzi toxunuşla topu qapıya göndərdi Oruc Məmmədov. Hesab açıldı. Boşluqdan istifadə etdi Şamaxının futbolçusu. Montiel, Xoni Montiel! Xoni Montiel! 1-1! Xoni Montiel'dir, baxaq təkrara. Canlı səddə dəyən top qapıya daxil olur. Ricardo Fernandes komandasını qoldan xilas edə bilmir. Mükəmməl zərbə və mükəmməl qol. Təbii ki, topun qapıya daxil olmasında canlı səddin də. Ötürmə cərimə meydançası istiqamətinə başla zərbə və top qapının üstündən keçir. Bir qədər əvvəlki epizod. İkinci mərtəbədə onun önünü kəsən heç kim yox idi, amma dönəmində Qarabağa qoşuldu Montiel. Leandro! Ricardo Fernandes. Bir qədər əvvəlki epizod. Leandro Andrade zərbəsi. Fit səsləndirilir. Rüfət Abbasov ötürmə və topu meydandan çıxarır Mateusz Koxalski. Qapçılar da topu tutmaqda. Andrade'dən ötürmə və qapı dirəyi. Ardıcıl ikinci maçda fərqlənə bilərdi. Baxaq. Abdullah Zubir topu qapı dirəyinə vurur. Bəxti gətirmir Qarabağın. Rossi'nin uzaqdan zərbəsi. Koxalski. Uzaq məsafədən zərbə indir. Kadi'dən ötürmə, zərbə və qapçı. Ricardo Fernandes. Baxaq, bu epizodda Qarabağ fərqlənə bilərdi, amma qapçı yaxşı oynadı. Duran istiqamətinə, Camilo Duran. Camilo Duran! Top qapıdan aralı keçir. Bu da təkrar. Enrique ilə mübarizə aparırdı Duran. Azacıq dəqiqlik çatmadı. Camilo Duran'ın zərbəsini. Toral birbaşa yoxladı. Ricardo Fernandes sayıq oynadı. Çığı gözləmirdi top birbaşa qapıya gələr. Montiel. Toraldan ötürmə. Top uzaqlaşdırıldı. Bikalyo. Montiel əla ötürdü. Duran və gol! Joker! Camilo Duran! 90 üstə gəl 4-cü dəqiqədə nöqtəni qoydu, nöqtəni! Şamaxı 1, Qarabağ 2. Golun müəllifi Camilo Duran'dı. Montiel nə edir? Bir gol, bir məhsullar ötürmə. Bu golun yarısı Montiel'indi.
formasını çıxartdığına görə sarı vərəqə göstərildi. Kamilo Durana bu da qolun təkrarı. Montiel'dən zərgər dəqiqliyində ötürmə. Topu yaxın küncə göndərdi Kamilo Duran. Çox az vaxt qalıb. Bütün heyət. Bu oyunda qələbə Qarabağa hava və su kimi lazımdır. Duran yenə irəliyir. Kamilo Duran. Duran. Topu saxlayır və yerdə qalıb Kamilo Duran. Kim oyunu saxlayır. Ağrılar içərisində yerdə qaldı. Baxaq top əvəzinə rəqibin ayağına zərbə indirdi. Duran. Beləliklə baş hakim Kamal Umudlu Şamaxı Qarabağ maçını bitirir.